Köhnə rəhbərliyin zəifliyi yüzündən uzun illərdir kollektivdə hərc-mərcilik, özbaşınalıq hökm sürüb. Cibləri yoxdur. Deməli, alan deyil. Müalicə pulsuz olacaq. Uşaqlar açından qırılacaq. Kollega, qabaqlar da cipsiz xalat olur. Elə babadan görməmişim ayol. Xəstəxananı döndərmişsiniz kolxoz bazarına. Apendisit kəsmək 100 manat, qlandanın biri 50 manat, xəstəyə yer düzəltmək 30 manat. 25 manat. Əli cibindən çıxad o taşağı. Gözümün içinə yaxşı bax, hə? 50 manat. Yox balam, çox təmiz adama oxşuyur. Dünyada alsa da almaz. Tənqirə layiqdir. Rüsvaçılığa son qoyulmalıdır. Belə gedə bilməz. Qutardı sizin dövranınız. Hippokrat andını ürəyinizdə yox, cibinizdə gəzdirirsiniz. Qənim olsun sizə o kişinin andı. Yabırçılığa son qoymaq lazımdır. Bundan sonra hər şey tərsine olacaq. Amma bir nəfər üçün... Bir nəfər də hamı üçün. Hə, sənə demədim əli cibindən çıxar. O təşəqi. Gözümün içinə də yaxşı bax. Hamı umumi qaydalara tabi olmalıdır. İstər həkim olsun, istər sanitar. Hoşu gəlməyən qoy. Odur. Qoy. Xalatı tərs geymişəm, siz də demirsiniz. Hey. Həkimin yeri harda olmalıdır? Xəstələrin yanında. Onda vaxt itirməyək, durun gedək ora. Cəmaatın gözü yoldadır. Hə dostlar, iş başına.